Salam əziz müəllimlər, hər vaxtınız xeyir. Başlayaq 21-ci əsr bacarıqları və kompetensiyaları mövzusunun test izahına. Cəmi 20 sualdır. Çox vaxt itirmədən keçək suallara. Birdə deyir ki, cədvələ əsasən uyğunluğu müəyyən edin. Bu kimi cədvəl suallarını işləyərkən bir daha deyirəm, burada uyğunluq və yaxud da uyğunsuzluq yazılıbmı? Buna mütləq şəkildə diqqət edin. Burada uyğunluqdur məsələn. Uyğunluq zamanı doğru verilən cədvəlin altında doğru fikirləri, yanlış olan sütunun altında isə yanlış fikirləri götürəcəyik. Bir də deyir, savadlı kompetensiyası dedikdə şagirdlərdən şifahi və yazılı şəkildə təqdim olunmuş informasiyaları anlamaqla yanaşı interpretasiya etmək də tələb olunur. Bəli, savadlı kompetensiyasında dedik ki, şagirdin, ümumiyyətlə insanın oxuyub anlama bacarığı varsa, istər şifahi, istər yazılı şəkildə informasiyanı anlaya bilirsə, ötürə bilirsə, interpretasiya edə bilirsə, interpretasiya yəni izah etmək mənasını verir. İnterpretasiya edə bilirsə, demək ki, savadlı kompetensiyası var. İkinci sual, rəqəmsal savadlılıq dedikdə İKT vasitələrindən informasiya, kommunikasiya, texnologiya vasitələridir. Vasitələrindən istifadə etmək bacarığı ilə yanaşı, onlar vasitəsilə əldə edilən informasiyanın etibarlılığının sorğulanması nəzərdə tutulur. Bu arada testlərin izahından biraz aşağıda mövzunun izahı da var. Tövsiyə edirəm ki, mövzunun izahını dinləyib, daha sonra testləri işləyib və izahına baxasınız. Orada da deyilir ki, rəqəmsal bacarıq, rəqəmsal savadlıq dedikdə texnika, texnoloji avadanlıqlardan həm istifadə etmə bacarığıdır, oradakı proqramların istifadəsidir. Bundan əlavə, həmin o İKT vasitələrindən əldə etdiyimiz informasiyaların etibarlılığının sorğulanmasıdır. Məsələn, hal-hazırda sosial şəbəkədən internetə çıxış vasitəsilə daxil olduğum sosial şəbəkədə müxtəlif versiyada məlumatlar var. Mənim oradan düzgün məlumatı əldə edib, həmin o informasiyanın düzgünlüyünü anlaya bilməyim, onun etibarlı olub olmamasını sorğulamağım rəqəmsal savadlılıq kompetensiyasına belə deyək də cavab verir. 1-2 doğru olacaq. Baxaq digərlərinə. Şəxsi sosial və öyrənmə kompetensiyası dedikdə vaxtı, informasiyanı səmərəli idarə və istifadə etməklə yanaşı öyrənmə prosesində şagirdin öz emosiyalarını tənzimləməsi nəzərdə tutulur. Bəli, şəxsi sosial və öyrənmə kompetensiyası nə deyirdi? Deyirdi ki, vaxtını düzgün idarə et, informasiyanı səmərəli şəkildə əldə et, düzgün strategiya qur, düzgün plan qur, necə öyrənə biləcəksənsə düzgün yolunu seç. Bundan əlavə orada var idi, emosiyalarını düzgün idarə et, başqalarının fikirlərini düzgün şəkildə anla, empatiya hissi, həm öz emosiyalarını, həm də qarşı tərəfin emosiyalarını. Çünki biz şəxsi, sosial və öyrənmə kompetensiyası deyirik. Bu baxımdan bu fikir də doğrudur, ancaq yanlış sütunun altında olduğu üçün götürə bilmirik. 4-də deyir, çox dil bilmək kompetensiyası dedikdə yalnız digər dilləri öyrənmək yox, həm də həmçinin o dilə hörmət etmək, o dilin vacib elementlərini mənimsəmək nəzərdə tutulur. Bəli, izah zamanında dedik ki, çox dil bilmək kompetensiyası həm dilləri öyrənməkdir, həm də o dildə danışan insanlara hörmət etməkdir. Məsələn, hər hansısa bir əcnəbi dil ola bilər, bizim üçün qəribə səslənə bilər o dil. Daha biz onu məsxərəyə qoymaq və yaxud da anlamamaq, bu nə dildir və s. bu şəkildə yanaşmamalıyıq. O dilin vacib elementlərinə də hörmət etməliyik ki, bizdə çox dil bilmə kompetensiyası olsun. İkinci sual. 21-ci əsr bacarıqları ilə bağlı olan fikirlərdən hansı yanlışdır? A-da deyir ki, şagirdlərdə bu bacarıqları formalaşdırmaq üçün onların müəyyən bir yaş həddinə. Ümumiyyətlə, belə bir fikir yoxdur. 5 yaşında bir uşaq bir neçə dil bilə bilər, 50 yaşında bir insan ana dilindən başqa heç bir dil bilməyə bilər və müəyyən bir yaşdan sonra da özünü inkişaf etdirib o dili öyrənə bilər. Söhbət tək dil bilməkdən getmir, digər bacarıqlar da olsun.
Savadlıq kompetensiyası olsun, rəqəmsal savadlıq olsun. Məsələn, müəyyən bir yaşdan sonra da işi üçün zərurətdən hə, belə deyək də, rəqəmsal bacarıqları istənilən zaman öyrənə bilər. Bir sözlə, burada heç bir yaş məhdudiyyəti yoxdur. Yanlışı istəyir bizdən, elə A bəndidir yanlış. Digərlərini də tez-tez oxuyaq. Riyazi kompetensiyaya malik olmaq, riyazi təfəkkürdən istifadə edərək gündəlik həyatda rast gəlinən problemlərin həll yolunu tapmağa ehtiva edir. Bəli, riyazi kompetensiya, riyazi təfəkkür dediyimiz kimi təkcə məktəb üçün, dərslik üçün, nə bilim, universitet üçün lazım deyil. Eyni zamanda gündəlik xərclərimizdir, gündəlik problemlərin həllidir və s. Bu zamanda bizə riyazi təfəkkür lazım olur. C-də deyir, rəqəmsal savadlığa malik olmaq həm də rəqəmsal texnologiyadan əldə edilən informasiyanın etibarlılığını yoxlamaq, ona tənqidi yanaşmağa ehtiva edir. Bunu bayaq dedik, doğru fikirdir. Şəxsi sosial və öyrənmə kompetensiyası həm də emosiyalar düzgün, bəli, emosiyaların düzgün idarə edilməsidir, vaxtın düzgün idarə edilməsidir, düzgün planın qurulmasıdır. Bunların hamısı doğrudur. 7 də deyir, maliyyə savadlığı nümayiş etdirməklə başqaları ilə müzakirə aparıb, riskləri nəzərə almaq, sahibkarlıq. Bəli, sahibkarlıq kompetensiyasında ən əsas bacarıqlardan idi. Riskləri nəzərə almaq, kollektivin idarəsi idi, innovativ layihələr idi, yaradıcı layihələr idi. Ən əsası isə riskləri, məsələn, mən bir şirkət açıramsa, hər hansısa bir, nə bilim, bir mərkəz açıram, bir yer açıramsa, orada qazanacağımı da, itirəcəyimi də nəzərə almalıyam. Üçüncü sual, müəllim dərs zamanı keçiləcək mövzuda şagirdlərlə debat təşkil edir. Şagirdlər mövzu ilə bağlı iki fərqli mövqedən çıxış edirlər. Lakin onlar debat zamanı öz fikirlərini dəstəkləyəcək düzgün arqumentlər gətirə bilmirlər. Yadımıza salaq, düzgün arqument gətirə bilmə, düzgün təhlil edə bilmə, fikirlərini düzgün şəkildə ifadə edə bilmə. Bunlar hansı bacarıqlarda idi? İndi bir-bir baxaq. A-da deyir ki, şagirdlərdə savadlıq kompetensiyası zəifdir. Onlar, bəli, tənqidi düşünmə bacarığı. Ümumiyyətlə, debat təşkil edilirsə, orada tənqidi düşünmə bacarığını, belə deyək də, mütləq şəkildə yadda saxlayırıq ki, debat bərabərdir tənqidi düşünmə, qısa şəkildə. Öz fikirlərini düzgün çatdırmaq, düzgün mövqedən çıxış etmək, düzgün arqumentlər gətirə bilmək nə tələb edir bizdən? Düzgün ünsiyyət tələb edir. Düzdürmü? Düzgün informasiya bolluğu tələb edir bizdən. Biz də savadlıq kompetensiyasında sadaladıq ki, informasiyanı düzgün ötürə bilmək, qərəzsiz şəkildə ötürə bilmək, düzgün çıxış edə bilmək, qarşı tərəfə bildiklərini ötürmək və yaxud da qarşı tərəfin dediklərini anlamaq savadlıq kompetensiyasında olacaq. Cavab elə A-dır, digərlərini də oxuyaq. 2-də deyir, şagirdlərdə rəqəmsal savadlıq kompetensiyası zəifdir. Ümumiyyətlə, rəqəmsala toxunulmayıb. Şagirdlərdə mədəni məlumatlıq kompetensiyası zəifdir. Mədəni məlumatlıq başqa millətlərin, başqa xalqların mədəniyyətinə hörmət etməkdir, tolerant yanaşmaqdır. Burada isə buna aid fikir səslənməyib. D-də deyir, şagirdlərdə sahibkarlıq kompetensiyası zəifdir. Yenə də sahibkarlıq kompetensiyası bayaq dediyimiz kimi risklərin idarə edilməsidir, innovativ layihələrə yönəlməkdir. Daha sonra büdcənin idarə edilməsidir, düzgün iş mühitində qarşılıqlı əməkdaşlıqdır və s. bu kimi məsələlərdir. 7-də deyir, şagirdlərdə mühəndislik kompetensiyası. Mühəndislik kompetensiyasında elmi və mühəndislik kompetensiyasına dərs zamanı toxunduq. Yenə də yəni, situasiyamız uyğun deyil. 4. Bu dəfə baxın, uyğunsuzluq istəyir. Uyğunsuzluqda necə edirdik? Uyğunsuzluqda doğrunun altında yanlış fikirləri götürürük. Yanlışın altında isə doğru olan fikirləri götürəcəyik. Yəni, elə bil ki, tərsinə də belə də ifadə eləsək.
Bir də deyir, mədəni məlumatlıq səriştəsinə malik olmaq şagirdlərdə müxtəlif icmalar arasında empatiya və anlayışı inkişaf etdirir. Bəli, müxtəlif icmalar, yəni müxtəlif xalqlar arasında onları başa düşmək, onlara qarşı anlayış nümayiş etdirmək, empatiya nümayiş etdirmək, bu olacaq mədəni məlumatlıq səriştəsində. Doğrudur, amma bizə doğrunun altında yanlış fikirlər lazımdır. Ona görə də biz bunu götürmürük. İkidə deyir ki, mədəni məlumatlıq səriştəsinə malik şagirdlər bəli, mədəniyyətlərlə tanış olmağa müqavimət göstərmir, açıq fikirlilik nümayiş etdirir. Mədəni məlumatlıq bərabərdir, müxtəlif mədəniyyətlərə hörmət, onlara qarşı açıq fikirli olmaq, onlara qarşı tolerant olmaq, onlara qarşı empatiya ilə yanaşmaq. İki də doğrudur. Doğrunun altında bu dəfə baxına, doğrunun altında doğru axtarmırıq. Çünki uyğunsuz deyil. Doğrunun altında səhv axtarırdıq. Orada bunların heç biri səhv deyil. Ona görə 1-2-ni götürmürük. Digərlərinə baxaq. Burada da yanlışın altında düzgün ifadələr götürməliyik ki, uyğunsuz olsun. 3-də deyir ki, müəllim şagirdləri müxtəlif mədəni təcrübələrdə fəal iştirakını təmin etməklə onlarda mədəni məlumatlıq. Xeyr, müxtəlif mədəni təcrübələrdə fəal iştirak etmək deyirsə, bir dəqiqə, hə də, mədəni təcrübələrdə, burada da deyir mədəni məlumatlıq, bu doğrudur. Baxın, mədəni təcrübələrdə fəal iştirak etməklə mədəni məlumatlıq doğrudur. Amma yanlışın altındadır deyə uyğunsuzdur da, bizdən də uyğunsuzluq istənilir. Ona görə götürürük. 4-də də deyir ki, şagirdlərdə mədəni məlumatlıq səriştəsinin formalaşdırılması daha əhatəli və zəngin öyrənmə təcrübəsi yaradır. Mədəni məlumatlıq səriştəsinin formalaşdırılması daha əhatəli və zəngin öyrənmə. Çünki başqa bir, belə deyək də, başqa ölkələrində, başqa millətlərində axı, belə deyək, mədəniyyətləri, dinləri barədə məlumatlı olacaq. Ona görə də bu bizə əhatəli və zəngin öyrənmə təcrübəsi yaradacaq. Bu da doğrudur. Əslində tam olaraq kitab cümləsidir. Yanlışın altında deyək, uyğunsuzdur deyə biz bunu götürəcəyik. Cavab C bəndi 3-dür. 5. Müəllim şagirdləri qruplara bölür. Hər qrupa müxtəlif ölkələrdə yaşayan əhalinin bayramlarını, yaşam tərzləri haqqında məlumat toplayıb təqdimat hazırlamağı tapşırır. Bununla bağlı şagirdlərə müxtəlif mənbələr təqdim edir. Şagirdlər mənbələrdən vacib məlumatlar seçərək təqdimatı tamamlayırlar. Üzr istəyirəm. Verilmiş situasiyaya əsasən müəllimin şagirdlərdən səriştə. Deməli, burada müxtəlif ölkələrdə yaşayan əhali var. Situasiyada baxırıq ki, onların yaşam tərzi, onların bayrağı. Avtomatik olaraq ağlımıza nə gəlir? Mədəni müxtəlifliyə hörmət kompetensiyası, düzdür? Digər başqa. Hə, məsələn, bunlar bizə verilməsəydi, sadəcə olaraq vacib məlumatları seçə bilir, düzgün informasiyanı əldə edə bilir, düzgün məlumatlardan informasiya əldə edir desəydi əgər, bu zaman savadlıq kompetensiyası götürərdik. Amma uyğun situasiyaya görə müxtəlif ölkələrdə yaşayan əhali, onların bayramı, onların yaşam tərzi və s. olacaq mədəni müxtəlifliyə hörmət kompetensiyası. 6. Müəllim şagirdlərə bir ay müddətində özlərinin akademik cəhətdən özlərinin inkişafı, öyrənmədə tətbiq etdikləri strategiya, özlərinə uyğun olanların qeydi. Özünün strategiyaları, özlərinin inkişafını izləmək, bu harda idi? Bu, özünün öyrənməni öyrənmək şəxsi və sosial kompetensiyadaydı, düzdür? Deməli, A-da nə deyir? Yerli, milli, beynəlxalq mədəniyyətlər. Bu, mədəni məlumatlıq kompetensiyasıdır. B-də ideyaların reallaşdırılması üçün müxtəlif kontekstlər, imkanlar, ideyalar, yaradıcı, innovativ layihələr və s. deyirsə, bu sahibkarlıqdır. C-də məsuliyyətli vətəndaş, fəal vətəndaş mövqeyi. D-də müxtəlif dillərdən səmərə, çox dil bilmək kompetensiyası. Özünü
fiziki, psixoloji, emosional durumunu sağlam saxlamaq və sağlam düşüncə haqqında məlumatlı olmaq situasiyamıza uyğun cavabdır. 2024-cü ilin Yaşıl Dünya naminə həmrəylik ili elan edilməsi ilə əlaqədar müəllim şagirdlərə istifadə edilməyən ərazilərdə yaşıllaşdırma işlərinin aparılması ilə bağlı layihə və təqdimat hazırlamalarını tapşırır. Şagirdlər qruplarla təyin edilmiş, dəqiqə istəyirəm. Şagirdlər qruplarla təyin edilmiş müddət ərzində həmin ərazilərin xüsusiyyətlərini araşdırıb layihə təqdim etməlidirlər. Qruplar araşdırmada ofis proqramlarının imkanlarından effektiv şəkildə. Deməli, nələrin altından xətt çəkdir? Layihə və təqdimat işi, ofis proqramlarında etməlidirlər o təqdimatı və mövzumuza baxırıq. Yaşıl Dünya naminə həmrəylik ili. Biz dedik ki, ölkə üçün, dövlət üçün hər hansısa bir tədbir varsa, bu tədbirlə bağlı bir təşəbbüs göstəririksə, hətta dərsin izah zamanı misal çəkdim. Məsəl üçün, hər birimiz açıq dərs keçirdik bu Yaşıl Dünya naminə həmrəylik ili çərçivəsində bu mövzuya toxunduğumuz bir açıq dərs etdik. Şagirdlərlə üzr istəyirəm, şagirdlərimiz də bununla bağlı təqdimatlar hazırladılar. Bu nə idi? Bu bizdə dövlətimiz üçün təşkil etdiyimiz bir layihə idi deyə, layihəyə qoşulmağımız idi deyə, bu bizdə fəal vətəndaş mövqeyi kompetensiyası olduğunu göstərdi. Bir də ki, ofis proqramları deyil. Bu hardadır ofis proqramları, ofis proqramlarına? Rəqəmsal bacarıqlar, fəal vətəndaş mövqeyi, bir də rəqəmsal bacarıq. 8. Məktəbdə şagirdlər üçün dərnəklər təşkil olunur. Bəzi şagirdlər əlavə dil öyrənmək məqsədi ilə dil dərnəyinə yazılır. Şagirdlərdən bir neçəsi dərnəyə davamlı olaraq gəlsə də, müəllimin verdiyi tapşırıqları vaxtında yerinə yetirmir, uğursuzluqla qarşılaşdıqda tez ruhdan düşür. Cavabları keçməmişdən qabaq yadımıza salaq. Öyrənməni öyrənmək kompetensiyasında nə var idi? Özümüzdə məsuliyyət formalaşdırmaq, özümüzü motivasiya etmək, tez ruhdan düşməmək, çətinliklər zamanı özümüzə bir strategiya seçmək, həmişə planımızın olması, məsuliyyətli olmamız. Bunlar hardaydı? Bunlar öyrənmək kompetensiyasındaydı. İndi A-da baxaq. Deyir ki, şagird çox dil bilmək kompetensiyasını reallaşdırmaq istəsə də, öyrənmək kompetensiyası zəif inkişaf etdiyindən bəli. Baxın, əlavə dil öyrənmək istəyir. Yəni, çox dil bilmək kompetensiyası formalaşdırmaq istəyir. Amma öyrənmək kompetensiyası zəifdir deyə, görürsünüz, tez ruhdan düşüyor, çıxış yolu tapmaqda çətinlik çəkir. Cavab elə A-dır. Digərləri texnologiyadan istifadə uyğun deyil, sahibkarlığa aid ümumiyyətlə, şagirdə vətəndaşlıq kompetensiyası, bayaq dedik nədir? Savadlıq kompetensiyasının zəif inkişaf etməsi yenə də uyğun deyil. Bayaq təkrarladıqlarımı iddiaya çox üzərində qalmıram. 9-da şagirdlər yaşıl enerji çağırışı adlı layihə işi üzərində çalışırlar. Baxın, həmişə bu kimi, məsələn, bayaqların baxdıq ki, Yaşıl Dünya naminə həmrəylik ili, bu dövlətin elan etdiyi bir tədbir çərçivəsində olan bir təşəbbüsdür də, düzdür. Burada götürdük fəal vətəndaş mövqeyi. Bu isə Yaşıl Enerji Çağırışı adlı innovativ bir layihədir. Yenilikçi bir layihədir. Bir, belə deyək də, kreativ yanaşılacaq bir layihədir bu. Yəni, sıfırdan bir insan yaradacağı bir layihədir. Ona görə layihənin mövzusuna da baxırıq. Yaşıl Enerji Çağırışı adlı layihə işi üzərində çalışırlar. Layihə çərçivəsində məktəbdə enerji istehlakını azaltmaqla bağlı innovativ ideyalar, baxın, kreativ ideyalar, izahda da orada işarə eləmişəm, innovativ ideyalar, bunlar harada idi? Bunlar sahibkarlıq kompetensiyasında idi. Onlar istifadə edilmədikdə sinif işıqlarını avtomatik söndürən sistemin üzərində çalışırlar. Yeni bir layihənin üzərində çalışırlar, bir sözlə. Nə isə yaratmağa çalışırlar. Sahibkarlıq kompetensiyası nə idi? Yeni layihələr, yaradıcı yanaşma, innovativ layihələr, risklərin idarə edilməsi və s.
İndi adı deyir ki, verilmiş layihə şagirdlərin müxtəlif fənlərlə bağlı malik olduğu biliklərdən əlaqəli şəkildə. Burada bizdən yanlışdır istəyir ha, bu arada. A-da bəli. Doğrudan da ümumiyyətlə biz fənn üstü inteqrasiyanı keçəndə xatırlayırsınızsa demişdim ki, əgər şagirdə layihə veririksə, mütləq ki o orada fənn üstü inteqrasiya və fənlər arası inteqrasiya olacaq. Yəni digər müəllimlərin də köməyini alacaq. Hətta kitabda da buna aid nümunə var idi. Yəni belə bir layihəni hazırlamaq üçün təbii ki, digər fənn müəllimlərinin də yəni digər fənlərlə bağlı olan biliklərdən əlaqəli şəkildə istifadə edəcək. Bu baxımdan A doğrudur. B-də deyir, layihə işinin effektiv nəticələnməsi şagirdə vaxtı və informasiyanın səmərəli idarə və istifadə bacarığı tələb edir. Bəli, hər hansısa bir layihəni belə deyək də, yaxşı nəticələnməsi üçün vaxtı informasiyanı səmərəli idarə etmək lazımdır. C-də deyir, layihə şagirdlərdə müxtəlif situasiyalarda konstruktiv ünsiyyət qurma bacarığının formalaşdırılması baxımından daha effektiv hesab edilir və layihələr ümumiyyətlə şagirdlərdə konstruktiv əməkdaşlıq inkişaf etdirir, ünsiyyət bacarıqları inkişaf etdirir, bir çox bacarıqlar inkişaf etdirir. Bu da doğru olacaq. D-də deyir, layihə üzərində işləyərkən şagirdlər müxtəlif fənlərdən, bayaq da dedik, əgər orada layihə varsa, mütləq ki, həm fənlər arası, həm də fənn üstü inteqrasiya olacaq. Yəni, həm müxtəlif fənlərdən istifadə edəcəklər, həm də o layihədə belə deyək də, real həyatda necə istifadə edə bilərlər, layihəyə, yəni real həyatda necə yanaşardılar, bu layihə real həyatda necə istifadə edilə bilər yanaşması ilə yanaşırlar deyə, D bəndi də doğru olacaq. Y-də nə deyir? Deyir, layihənin gedişatında şagirdlərin yoldaşlarını motivasiya etməsi, onlar ümumiyyətlə motivasiya bu öyrənməni öyrənmək, şəxsi sosial və öyrənmə kompetensiyasında idi, savadlıq kompetensiyasında deyil. Cavab elə Y olacaq. Onda deyir ki, verilmiş fəaliyyətlərdən hansı rəqəmsal savadlıq kompetensiyasına aiddir? A. Şagirdlər texnologiyanın imkanlarından bir dəqiqə. Şagirdlər texnologiyanın imkanlarından istifadə etməklə müxtəlif şəhərlərdən olan şagirdlərin iştirak etdiyi virtual qruplar yaradır və onlarla fərqli mövzularda müzakirələr təşkil edir. Bunu saxlayaq. Bunu saxlayıram. B-yə baxıram. Şagird müəllimdən aldığı rəyləri effektiv şəkildə dəyərləndirir və buna əsasən, ümumiyyətlə, burada müəllimdən hər hansısa bir rəqəmsalda müəllimdən rəy almaq, özünü inkişaf etdirmək, öyrənməni öyrənmək kompetensiyasında idi. Rəqəmsalda deyil idi. C-də deyir, şagird istər milli, istər beynəlxalq müstəvilərdə baş verən hadisələrə bağlı müzakirə, konstruktiv yanaşma. Bu, mədəni məlumatlıq kompetensiyasında idi. Bu da rəqəmsalda deyil. D-də deyir, şagird təşkil edilən məktəbdən kənar fəaliyyətlərdə ünsiyyətə daxil olduğu insanların müxtəlif mədəniyyətlər deyirsə, yenə də mədəni məlumatlıq kompetensiyasıdır. Y-də deyir ki, şagird digər şəxslərin fəaliyyətini müşahidə edir və əldə etdiyi məlumatlar əsasında öz öyrənmə prosesi deyirsə, yenə də öyrənməni öyrənmədir. Bu da deyil. A-ya qayıdıram yenidən. Şagirdlər texnologiya varsa zaten orada rəqəmsal savadlıq olacaqdır. İmkanlarından istifadə etməklə müxtəlif şəhərlərdən olan şagirdlərin iştirak etdiyi bir baxın, rəqəmsal savadlıq, daha doğrusu texnologiyanın imkanlarından düzgün və səmərəli istifadə edə bilmir. Məqsədinə uyğun istifadə etməlidir ki, bu situasiyada bunu göstərir. Cavab A bəndi. Mən üzrlü sayını tez-tez izah edirəm, yorumdan bəzən nitqimdə anlaşılmayan ifadələr olar, üzrlü sayın. 11. Müəllim şagirdləri ekoloji çirklənmənin qarşısının alınması ilə bağlı yenə də bir layihə işi var. Layihə işi tapşırır. Layihəyə başlamamışdan öncə
Onlar araşdırma aparırlar. Şagirdlər ekoloji narahatlıqlara səbəb olan plastik tullantıların təbiətə atılmasının miqdarının artdığını müşahidə edirlər. Müəllim şagirdlərdən müxtəlif amilləri nəzərə alan həll yolları təklif edərək problemi həll etmələrini istəyir. Müxtəlif amilləri nəzərə alan problem həll yolları. Baxaq görək bizi, bunları açar olaraq götürdüm. Birazdan deyəcəm niyə, hansı cavaba aparıb. A-da deyir ki, şagirdlər atılan plastik qabların sayını müəyyən, üzr istəyirəm, yanlışdır. Şagirdlər atılan plastik qabların sayını müəyyən etməli, onların sayını necə azalda biləcəklərini araşdırmalıdırlar. Bəli, zaten situasiyamız göstərir. Bunun üçün də onlarda riyazi savadlılıq, nə qədər say, müəyyən etmək, sayını necə azalda bilərik və s. rəqəmlərlə işləyiriksə, riyazi savadlılıq doğrudur. B-də deyir, layihə işinin icrası şagirdlərin ətraf aləmi çirklənməsinə, bəli, coğrafi biliklərdən istifadəni tələb edir. C-də deyir, sakinləri prosesə cəlb etmək və tullantıların atılmaması vərdişlərini təşviq etmək üçün ictimaiyyətin məlumatlandırılması şagirdlərdən kommunikativ, yəni qarşılıqlı əlaqə deməkdir. Bacarıqlar tələb edir, doğrudur. D-də deyir, müəllimin tədris zamanı planlaşmasına fənlər arası və fənn üstü inteqrasiya, bəli. Bayaq dedik ki, layihə varsa, fənlər arası fənn üstü inteqrasiya olacaqdır. Y-də deyir ki, verilmiş layihənin məqsədi proses zamanı şagirdlərdə müxtəlif fikirlər və mədəni. Baxın, görün ki, burada mədəni müxtəlifliyə aid başqasının mədəniyyətini, nə bilim, adət-ənənəsini anlamaqla, bayramını anlamaqla bir şey varmı? Situasiyada yoxdur. Cavab Y bəndə olacaq. Çünki bizdən nə istəyir? Bizdən yanlış istəyir. 12. Situasiya verilib. Uyğunluğu istəyirsə, oxuyuruq, baxırıq görək. Burada verildiyi kimi bu ifadə yanlışdırsa, deməli uyğundur. Və yaxud da əksinə, məsələn, bu düzgün ifadədir. Burada doğru yazıblarsa uyğundur. Yox, burada doğru yazıb, burada yanlış yazıblarsa, deməli uyğunsuzdur. İndi baxacaq. Riyazi savadlılıq kompetensiyası və riyazi biliklər heç bir fərqi olmayan, bir-birini əvəz edə bilən terminlərdir. Əslində bu doğrudur, amma qarşısına yanlış verilib. Bir dəqiqə, riyazi biliklər heç bir fərqi olmur. Xeyr. Bir-birini əvəz edən termin deyil. Riyazi savadlılıq kompetensiyası deyə bir termin var. O kompetensiyanı formalaşdırmaq üçün lazım olanlardan biri də riyazi biliklərdir. Bu baxımdan bu cümləni yanlış götürəcəyik. Yanlış. Deməli uyğundur. 1. Digərini oxuyuram. 2-də deyir ki, müəllim şagirdləri standartlaşdırılmış ünsiyyət formalarına cəlb etməklə onlarda fəal vətəndaş mövqeyi səriştəsinin ünsiyyət formalarına cəlb etmək, onlarda yalnız savadlı kompetensiyasını formalaşdıra bilər. Fəal vətəndaş mövqeyi ilə əlaqəli deyil, amma burada doğru yazıblar. Baxın, uyğunsuzdur. Bu səhv fikirdir. Burada doğru yazıblar. Deməli, uyğunsuzdur. Bunu götürmürük. 3-də deyir ki, öz düşüncələrini, duyğularını və fikirlərini effektiv şəkildə ifadə etmə bacarığı şagirddə özünü ifadə, bəli, öyrənməni öyrənmək, özünü ifadə səriştəsinin formalaşdırıldığını deməyə əsas verir. Doğrudur, amma baxın, yanlış verilib. Deməli, uyğunsuzdur. 4-də deyir ki, şagirdlərdə riyazi savadlılıq kompetensiyasını formalaşdırmağın yollarından biri də tədris prosesində fənn-üstü inteqrasiyadan istifadə etməkdir. Ümumiyyətlə, şagirdlərdə riyazi savadlılıqdır, sonra informasiya savadlılığıdır, bir çox savadlılıq kompetensiyaları var ki, onları formalaşdırmaqdan
formalaşdırmağın yollarından biri də fənn üstü, yəni real həyatda. Məsələn, riyazi savadlıq kompetensiyasını formalaşdırmaq istəyirəmsə, riyaziyyatı öyrənən zaman real həyatdan deyirəm ki, bax səndə riyazi savadlıq olmasa, rəqəmlərlə işləyə bilməsən, riyazi hesablamaları bacara bilməsən, maliyyə savadlığın olmasa, sabahsı gün marketə gedib öz büdcəni düzgün idarə edə bilməyəcəksən və yaxud da düzgün alış-veriş edə bilməyəcəksən, ya marketdə aldadacaqlar, pulunun hesabını itirəcəksən, bilmir və s. Yəni, gündəlik real həyatda nümunələr çəkərək, burada da deyildiyi kimi, fənüstü inteqrasiyadan istifadə etmək mümkündür. Doğru, qarşısında da doğru verilib deyə 4-ü də uyğun götürürük. Cavab olur 1, 4. 13 şagirdlər yaşıllaşdırılmış sahələri artırmaq və havanın çirklənməsi ilə mübarizə məqsədi ilə geniş miqyaslı ağac əkmə kampaniyasının planını hazırlayırlar. Fəaliyyət zamanı şagirdlər vətəndaşlarla söhbət aparmalı, onları bu kampaniyalarda aktiv iştiraka sövq etməlidirlər. Eyni zamanda onlar ağac növlərini, ekoloji faydalarını və yerli iqlim şəraitinə uyğun araşdırıb, nəticəni əks etdirən təqdimat hazırlamalıdırlar. Fəal vətəndaş mövqeyində nə deyirdik? Vətəndaşlarla söhbət, hər hansısa bir, məsələn, buradakı kimi ağac əkmə kampaniyası görürsünüz, dövlətin, ölkənin hər hansısa bir layihəsinə qoşulmadır da, bu kampaniya dövlət çərçivəsində bir kampaniyadır. Və vətəndaşlarla söhbət, onları da bu kampaniyada aktiv iştiraka sövq etmək vətəndaş olaraq fəal vətəndaş mövqeyi kompetensiyasını göstərir. Bir də təqdimat araşdırma var, baxaq. Bir də deyir ki, şagirdlərin ümumi maraqlar üçün digər insanları əməkdaşlığa sövq etmələri onların fəal vətəndaş mövqeyi kompetensiyasına malik olduqlarını göstərir. Bəli, ümumi maraqlar üçün ölkənin, dövlətin, icmanın ümumi maraqları üçün insanları əməkdaşlığa sövq etmək doğrudur. Fəal vətəndaş mövqeyi. 2-də deyir, şagirdlərin fikirlərini müxtəlif mədəniyyətlərə uyğun ifadə etmə bacarığı. Burada mədəni məlumatlığa aid bir situasiya deyil. 3-də deyir ki, şagirdlərin həyatda baş verən müxtəlif proseslərlə bağlı təhlillər aparıb, nəticə çıxarmaları onlarda elmillik kompetensiyasını, bəli, dedik ki, eyni zamanda ağac növlərini baxın, araşdırırlar, bu barədə təqdimat hazırlayırlar. Bunun üçün elmi kompetensiya olmalıdır, doğrudur. Ümumiyyətlə, elmi nəzəriyyələri, bu kimi nəyinsə növünü, nəyinsə faydasını araşdırmaq, nəticə çıxarmaq, nəzəriyyə hazırlamaq, təqdimat hazırlamaq, bunlar elmi kompetensiyanın bacarıqlarıdır. 4-də də deyir, şagirdlərin yaranmış problemin həllinə maraq göstərməsi onlarda yaranmış problemin həllinə maraq göstərmək rəqəmsal savadlılıqda deyildir. Sahibkarlıq kompetensiyasında olacaqdır bu. Bir də yaranmış problemin həllinə maraq riyazi savadlıqda olacaqdır. Yəni, bunu deyil. 1-3 cavab verirəm. 14-də deyir ki, şagird qarşısına qoyduğu məqsədlərə çatdıqca onda özünə inam, hələ də çatmadığı hədəflərinin səbəblərini araşdırıb, səhvlərini təhlil edib, uğurlarını, uğursuzluqlarının səbəblərini müəyyənləşdirdikdən sonra müəllimdən istiqamət alaraq bəzi mövzuları daha dərin araşdırmağa qərar verir. Özünə inam, özünü motivasiya, özünü təhlil, öz strategiyalarını seçməsi, baxın buradakı kimi öz uğurunu, uğursuzluqlarını analiz etməsi, səbəblərini müəyyənləşdirməsi öyrənmək kompetensiyasıdır. İndi biz hesab edilmir deyir, situasiya ilə bağlı hesab edilməyəni axtaracağıq. Şagird öz bacarıqlarını müəyyən etməklə bağlı, bəli, öz bacarıqlar doğrudur. B-də şagird öyrənmə strategiyaları haqqında məlumatlıq, bəli, öyrənməni öyrənmək kompetensiyasındadır. Bu da doğrudur. C-də deyir, şagirddə problemlərin həlli üçün qərar qəbul etmə bacarığı inkişaf edib. D-də deyir, şagird vaxtdan səmərəli istifadə idi, vaxtın düzgün idarəsi idi. Bunlar da öyrənməni öyrənməkdə idi.
D-də deyir ki, şagird bir dəqiqə. Hə, şagird vaxtdan səmərəli istifadə etmə bacarığına malikdir. Bu əslində uyğundur. Y-də nə deyir? Deyir, şagirdin məqsədə çatmaq üçün daxili motivasiyasını inkişaf edib. Doğrudur. Cavab C bəndi. Şagirdə problemlərin həlli üçün qərar qəbul etmə bacarığını inkişaf edib. Bir dəqiqə üzr istəyirəm. 14-cü sualda əslində D bəndində şagirdin vaxtdan səmərəli istifadə etmə bacarığına malikdir. Vaxtdan səmərəli istifadə etmədə həmçinin öyrənməni öyrənmə kompetensiyasına uyğun bir cümlədir. Sadəcə olaraq burada bizə situasiya ilə bağlı. Bu situasiya da baxın uğurunu, uğursuzluqlarının səbəbini müəyyənləşdirir, müəllimdən istiqamət alır. Yəni problemin həlli üçün qərar qəbul etmə bacarığı var. Situasiyaya uyğun olaraq C-ni doğru götürürük. Amma D bəndində şagird vaxtdan səmərəli istifadə. Şagirdin vaxtından səmərəli istifadə etdiyinə dair situasiyada uyğun bir ifadəmiz yoxdur. Bu baxımdan D bəndini doğru götürəcəyik. 15-də yanlış fikri müəyyən edin. Şagirdlərdə müstəqil öyrənmə səriştəsinin formalaşdırılmasında yanlış fikri. Şagirdlərdə müstəqil öyrənmə səriştəsinin formalaşdırılmasında onların özünü motivasiya bacarığının inkişaf etdirilməsi əhəmiyyətli rol oynayır. Bəli, müstəqil öyrənmə, özünü motivasiya doğrudur. B-də müəllim şagirdlərdə mədəni məlumatlıq kompetensiyası formalaşdırmaq üçün Azərbaycanın müxtəlif bölgələrindən kulinariya nümunələri ilə bağlı müzakirə. Bəli, ümumiyyətlə mədəni məlumatlıq deyəndə düşünməyin ki, mütləq başqa bir millətin, başqa bir dövlətin mədəniyyətindən söhbət getməlidir. Həmçinin müxtəlif bölgələrimizdə bilirsiniz də, müxtəlif az saylı xalqlar yaşayır. Onların öz adəti, öz belə deyək, mədəniyyətləri, həmçinin burada deyildiyi kimi hər bölgənin özünün kulinariya nümunələri olur. Yəni bunlar da həmçinin doğru götürəcəyik. C-də deyir ki, şagirdlərdə riyazi savadlıq səriştəsinin formalaşdırılması, riyazi anlayışlar, real həyat situasiyaları tətbiq etmək, bunu bayaq toxunduq, doğrudur. D-də deyir, müəllim şagirdlərə öz fəaliyyətlərini monitorinq edib, uyğun tənzimləmələr etmələrini istiqamət verməklə onlarda öz fəaliyyətini monitorinq varsa, yəni öz fəaliyyətini izləmə varsa, bunu tənzimləmək varsa, söhbət şəxsi, sosial və öyrənməni öyrənmə kompetensiyasından gedir. Y-də deyir ki, şagirdin riyazi savadlılıq kompetensiyasına malik olması onun bu fənlə bağlı akademik bacarıqları ilə ölçülür. Xeyr, mütləq məndə riyazi savadlılıq olması üçün mən akademik olaraq riyaziyyatçı olmalıyam deyə bir şey yoxdur. Günlük riyazi hesablamaları apara bilmək, günlük maliyyə savadlığına malik olmaq, günlük riyazi təfəkkürə belə deyək də, malik olmağın özü də məndə riyazi savadlıq kompetensiyasının malik olmaq. Məsəl üçün, bugün evin ölçülərini ölçə bilib ustaya verə bilirəmsə və yaxud bir dərzidir, heç riyazi, akademik olaraq riyazi çox da yüksək bir biliyi yoxdur. Amma ölçülərə əsasən o ölçüləri alıb o paltarı hazırlaya bilirsə, yenə də onda riyazi savadlıq kompetensiyasının olduğunu deyə bilərik. Bu baxımdan Y bəndi yanlış cavab olacaqdır. 16. Şagird adətən müəllimin ona hansısa materiallar təqdim etməsini gözləmədən, eləcə də özü tapşırıqlarının əlində lazım olan materiallar əldə etmək üçün əlavə resursları araşdırmağa təşəbbüs edirsə, deməli onda öyrənmək kompetensiyası var. Öz strategiyalarını qurursa, özü öyrənməyə həvəslidirsə, özü araşdırma edirsə, özü araşdırmaya təşəbbüs edirsə, deməli, onda nə olacaq? Öyrənmə kompetensiyası olacaq. 17 cədvəldir. Birinci bura diqqət edək, uyğunluqdur. Doğrunun altında doğru, yanlışın altında yanlış ifadələr. Öyrənməyi öyrənmək səriştəsinə malik şagird öz öyrənmə
prosesini, məsuliyyətini dərk etməsi və fəaliyyətini nəzarət edə bilməsi ilə bəli. 2. Öyrənməni öyrənmək səriştəsinə malik şagird qrup fəaliyyətlərində aktivliyi və məlumatları yaxşı yadda saxlamağı ilə fərqlənir. Deməli, öyrənməyi öyrənmək, bir dənə bir şey deyəcəm. Açar ifadə olaraq da öyrənməyi öyrənmək burada qrup işi, əməkdaşlıq, başqaları və s.dən daha çox şagirdin özü ilə, öz məqsədləri, öz strategiyaları, özünə lazım olan fəaliyyətlər, özünün daha yaxşı məlumatlanması üçün nələrsə etməsidir. Məsələn, burada deyək, qrup fəaliyyətlərində aktivliyi. Bu baxımdan 2-ni doğru götürmürük. 3-də deyir, öyrənməyi öyrənmək səriştəsinə malik şagirdin. Bir də 2-də məsəl üçün yazsaydı ki, şəxsi, sosial və öyrənməyi öyrənmək. Orada sosial olan hissəsinə görə götürərdik bu qrup fəaliyyətlərinə görə, yəni bunu doğru götürərdik. Burada sırf öyrənməyi öyrənmək səriştəsi ki var, bu sırf şagirdin özü ilə bağlatdığı addımlardır. Bu baxımdan yanlış olacaq. 3-də deyir, öyrənməyi öyrənmək səriştəsinə malik şagirdin verilən rəyləri dəyərləndirib nəticə çıxarmaq və fəaliyyətini planlaşdırma bacarıqları bəli, doğrudur. Yanlışın altındadır deyə götürmürük. 4-də də deyir ki, öyrənməyi öyrənmə səriştəsinə malik şagird tapşırığın icrası, yeni məlumatların əldə edilməsi zamanı müəllim nəzarətinə müktəsib. Xeyr, adı üzərində öyrənməyi öyrənmək deyirik. İzah zamanında da dedim ki, sanki metakognitiv biliklər var idi. Öyrənməm üçün mənə nələr lazımdır? Özümün inkişafım üçün informal təhsildir də bir növ. Özüm özümə strategiya qururam, özüm özümə plan qururam, özüm özümü idarə edirəm, vaxtımı səmərəli idarə edirəm. Bunun üçün mənə müəllimin nəzarətinə ehtiyac yoxdur. Yanlışdır, yanlışın altında yanlışdır. 1-4 yebəndi. 18. 21-ci əsr bacarıqlarının inkişafına yönəlmiş dərsdə şagirdlər layihə işinə cəlb olunurlar. Layihə şagirdlərdən tənqidi düşüncə, ünsiyyət və texnoloji bacarıqlara malik olmağı tələb edir. Sinifə yeni gələn, uzun müddət xarici ölkədə təhsil almış şagirdin təcrübəsindən yararlanmaq nəzərə alınır. Qrup daxilində şagirdlər arasında iş bölgüsü edilir. İndi biz buradan maraqlı testi yanlış fikri tapacağıq. Bir situasiyada baxdıq ki, bir neçə kompetensiyaya uyğun açar ifadələr var. Baxaq, yanlış istəyir. A-da deyir ki, layihəni uğurlu həyata keçirmək üçün şagirdlər rəqəmsal savadlıq kompetensiyasına. Niyə? Texnoloji bacarıqlar. Bəli, doğrudur. Şagirdlərin elmilik kompetensiyasına malik olmaları, onların layihə zamanı əldə olunan informasiyalar doğru təhlil, bəli, elmilik kompetensiyası varsa, əldə olunan informasiyanı doğru təhlil edə biləcəyik. B də doğrudur. C-də deyir ki, layihə şagirdlərdə yumşaq bacarıqlar gündəlik hər bir insana, gündəlik məişət həyatında lazım olacaq bacarıqlardır. Layihə şagirdlərdə yumşaq bacarıqları, qərar qəbul etmə və müstəqil öyrənmə səriştələri formalaşdırmağa şərait yaradır. Bəli, ümumiyyətlə, bütün layihələr şagirdlərdə yumşaq bacarıqlar. Hansı ki, bura ünsiyyət, əməkdaşlıq, yəni gündəlik bizə hansı bacarıqlar lazım olur? Hər insanda olan bacarıqlardır. Layihələrdə həmin bu yumşaq bacarıqlar, qərar qəbul etmə, müstəqil öyrənmə səriştələrini formalaşdırmağa şərait yaradır. C-də doğrudur. D-də deyir ki, layihə zamanı problemi həll edərkən şagirdlərin müxtəlif mədəni xüsusiyyətləri nəzərə alınması, onlar müxtəlif ağzımızda deyirik ki, müxtəlif mədəni xüsusiyyətlərin nəzərə alınması. Bu, real vətəndaş mövqeyi deyil, mədəni məlumatlıq kompetensiyası olacaqdır. Yanlış istəyir. Cavab elə D olacaq. Yeni də oxuyaq. Şagirdlərin eyni layihə daxilində müxtəlif fəaliyyətlərə cəlb olunması müəllimin şagird yönümlü yanaşmasının bəli, ümumiyyətlə şagirdin layihəyə cəlb olunması, özünün araşdırması, özünə müstəqil şəkildə tapşırığın verilməsi və s. Şagird yönümlülük prinsipinin tələbi. Yəni, burada şagirdin maraqları var, şagirdin mənafeyi var, şagirdin
tədqiqatçı rolunda olması var. Ona görə də şagird yönümlü yanaşmanın tələbləri də həmçinin qorunmuşdur. 19. Şagirdlərdə şəxsi, sosial və öyrənmə səriştəsinin formalaşdırılması ilə bağlı yanlış fikri deyir, müəyyən edin. Şagirdlərə başqaları ilə münaqişələrdən yayınmağa yardım edir. Bəli, sosial kompetensiyada əslində başqaları ilə, yəni bəli, hər üçü verilib deyə, şəxsi, sosial və öyrənmə səriştəsi deyir deyə, burada başqaları ilə, başqalarına qarşı empatiya, başqalarına qarşı düzgün davranma, hisslərini, emosiyalarını idarə etmə, münaqişələrdən yayınma, mövzuya baxanda yəqin gördünüz, o hissələrlə danışmışdım. Bu baxımdan A bəndi doğru olacaq. B-də deyir, şagirddə fikirləri müxtəlif mədəniyyətlərə uyğun şəkildə ifadə etmək üçün əhəmiyyətlidir. Müxtəlif mədəniyyətlərə uyğun şəkildə ifadə etmə yenə də mədəni məlumat. Bu, yəni şəxsi, sosial və bizdən yanlış istəyir, cavab elə B bəndidir. C-də deyir, şagirddə özünə inam yaradır. Özünə inam varsa, zaten öyrənmə səriştəsidir. Şagirddə yumşaq bacarıqların inkişafını yumşaq bacarıqlar yenə də deyirəm. Yumşaq bacarıqlar ünsiyyətdir, əməkdaşlıqdır, belə deyək də, hər hansısa bir işin icrası zamanı hər bir insanın bacaracağı günlük bacarıqlardır, yumşaq bacarıqlar. Ona görə də bu da o kompetensiyaya aiddir. Y-də deyir, şagirdlərin müxtəlif situasiyalarda emosional sabitlik nümayiş etdirməsinə, bəli, şəxsi, sosial və öyrənmə kompetensiyasında dediyimiz kimi emosiyalarımızı idarə etmək, emosional sabitlik nümayiş etdirmək, başqalarının fikrinə qarşı empatiya nümayiş etdirmək və s. Cavab B bəndi. 20 müəllim şagirdlərə onlayn əməkdaşlıq platformasından istifadə edərək sinif yoldaşları ilə birgə etmələri üçün layihə üzərində iş tapşırır. Hər bir üzv paylaşılan materiala məzmunla bağlı əlavələr etmək üçün məsuliyyət daşıyır. Komanda üzvlərindən biri təsadüfən sənədin mühüm bir hissəsini silir. Şagirdin hansı addımı atması onun rəqəmsal savadlığa malik olduğunu deməyə əsas verir. Silinmiş məzmunu bərpa etmək üçün sənədin tarixçəsini və ya təkrar emal qutusunu yoxlamağı təklif etməsi, düşünürəm ki, optimal variantı saxlayaq bunu. B-də yaranmış problemi məhəl qoymadan layihənin özünə aid hissəsində xeyr, bu bir qrup işidir, bu bir layihə qrup işidir. Doğru deyil B bəndi. C-də dəqiqliyi təmin etmək üçün silinmiş hissənin yenidən təkrar hazırlanması. Yenidən təkrar hazırlamaq rəqəmsal savadlılıq, çünki bizdə deyir ki, hansı addım atar ki, onda rəqəmsal savadlılıq var deyək. Təzədən yazırsa əgər, deməli, geri qaytarmaq üçün rəqəmsal savadı yoxdur kompüterdə. D-də deyir ki, komanda üzvlərinin səhvlərinin məsuliyyətini öz üzərinə götürmələrini təmin etməsi. Dediyim kimi, biz rəqəmsal savadlığa aid cümlə axtarırıq. Y-də deyir, yaranmış situasiyada emosional sabitlikdəki öyrənmə kompetensiyasına aid olan bir ifadədir. A-da deyir ki, silinmiş məzmunu bərpa etmək üçün sənədin tarixçəsini və ya təkrar emal qutusunu yoxlamağı təklif etmək. Həqiqətən də kompüterdə var belə bir hissə ki, orada silinənlərin düşdüyü bir qutu olur. Ora baxıb sildiklərimizi yenidən bərpa edə bilirik. Edə biliriksə, rəqəmsal savadlılığımız var deməkdir.